Dəyərli izləyicilər, hər vaxtınız xeyir. YouTube kanalından hər birinizi salamlayıram. Videomuzu maksimum bəyənib kanala abunə olun. Aynişan etiraf etdi, danışa bilmirdim. Əməkdar artist Aybəniz Haşimovanın bloger qızı Aynişan Quliyeva Instagram qayıdıb. Bir neçə gün əvvəl bir müddətlik fəaliyyətini dayandıran Aynişan getməyinin səbəbini açıqlayıb. O, virusla yoluxduğunu və bunu adi qripdən daha ağır keçirdiyini etiraf edib. Bloger bu müddət ərzində ona baxan anasına və həkimlərinə təşəkkür edib. Mən qayıtdım. Biraz xəstə idim. Əslində biraz yox, çox xəstə idim. Ümumiyyətlə danışa bilmirdim, düşündüm ki, bu negativ halımla sizinlə heç nə paylaşmayım. Çünki bu enerjisini sizə də ötürə bilərəm. Ona görə də ən yaxşı yol ümumiyyətlə heç nə paylaşmamaqdır və sadəcə sağalmaqdır. İndi demək olar ki, 80% sağalmışam. Bu dönəmdə mənə kömək olan bir neçə insan var və onlara təşəkkür etmək istəyirəm. Xəstəxanaya getdim. Ətraflı müayinə olunmuş vəziyyət o qədər pis idi ki, mən artıq başqa bir şey olduğunu düşünürdüm. Bu dönəmdə anam mənə elə gözəl baxdı ki, əvvəlkindən də yaxşı oldum. Çalışın, xəstələnməyin. Çox qəribə xəstəlikdir. Düşünürsən ki, sağalırsan, amma bir anda hər şey yenidən başlayır.